Quranda din sözü həm uluhiyyət, həm də ubudiyyət baxımından, yəni uca Allah və qul münasibəti çərçivəsində iki fərqli məna daşıyır. Buna görə din, xaliq və məbud olan Allaha nisbətdə hakim olmaq, itaət altına almaq, hesaba çəkmək, cəza və mükafat vermək. Məxluq və ibadət edən qul baxımından isə boyun əymək, acizliyini dərk etmək, təslim olmaq və ibadət etmək mənalarını ifadə edir. Bu məzmunu dəstəkləyən ayələrdən birində də belə buyurulur. Ələ ləhul xalqu vəl-əmr. Bilin ki, yaratmaqda, əmr etməkdə yalnız ona məxsusdur. Araf 7:54. Nəticə itibarilə din bu iki tərəf, Allah və qul arasındakı münasibəti tənzimləyən ilahi qanunlar sistemi, həyat nizamı və yaşayış yolunun ümumi adıdır.